Şagirdlərə kolleclərə getməyə məsləhət görürsünüzmü və daha çox hansı kolleclərə üst tutsunlar? Əgər 9 illik təhsili bitirmək və davam etməmək istəyirlərsə. Mən ümumiyyətlə kollec təhsilinə tam olaraq deyirəm, bizə hər il biz görürük ki, gəlirlər, valideynlər məsləhət alırlar. 200 balın üstündə kollecə müraciət edən tələbələr var. Hətta bəzən olur ki, bəzi kolleclər, məsələn, Maliyyə İqtisad Kollecinin buraxılış balı 200-ün üstündə qaldığı illər olubdur. Mən buna tamamilə qarşıyam. Çünki 150-nin üstündə bal yığan bütün abituriyentlərin, 9-cu sinif şagirdlərinin hər birinin universitetə qəbul olma ehtimalları var. Son illərdə kolleclərdən universitetə pulsuz qəbullar çıxandan sonra artıq valideynlər maddi yükdən qurtulmaq üçün, yəni 2 il repetitorlara təxminən orta hesabdan 5-6 min pul ödəyəcəklər deyə, həmin o ödənişi ödəməsinlər deyə şagirdi 9-cu sinifdən çıxardıb kollecə yönləndirirlər. Mən düşünürəm ki, kollecə yönlənəcək uşağın balı 80, 120, 130 aralığı olmalıdır. 120, 130-dan yuxarı bir bal yığan tələbəni 2 ilə universitetə yerləşdirmək olar. Əgər bir tələbə 9-cu sinifdən 160 bal yığıb kollecə gedirsə, o nə itirir? O 1 ilini itirir. Çünki 9-cu sinifdən kollecə gedən tələbə gedir orada 3 il oxuyur və öz sinif yoldaşlarından onsuz da 1 il geri düşür. Ondan sonra da onun universitetə qəbul olmağı sual altında qalır. O zaman kodlaşdırma vaxtı elə ixtisas yazmaq lazımdır ki, kollecdə. Heç olmasa bitirəndən sonra universitet davamı olsun. Bəzi ixtisaslar var ki, valideyn ilə balına baxır, yazır, amma o ixtisasın universitet olaraq davamı yoxdur. Var, sadəcə qəbulu mümkün deyil. Ona görə mən tövsiyə edirəm ki, balı 150-dən çox olan bütün 9-cu sinif şagirdləri mütləq şəkildə 10-cu və 11-ci sinifə məktəbə davam eləsinlər və gedib universitetə hazırlaşsınlar, 1 il artıq vaxt itirməsinlər. Yəni, siz 9-cu sinifdən bəzi şagirdlərin kolleclərə hətta yaxşı bal toplasalar belə buraxılış imtahanlarına getməsinə yaxşı baxmışsınız. Daha doğrusu istəmirsiniz bunu. Əlbəttə istəmirəm. Çünki həmçə universitet təhsilinin daha yüksək olduğunu fikrini irəli sürürsünüz. Çata bilməyən insanlar getsinlər. İndi bir də direktorların son vaxtlarda o kolleclərdəki yığılan ballarla da valideynlərə bir təzyiqi var, amma bunu istəyirəm elə ilkin müəllim, siz istəyirsiniz deyim bunu, bu da bir problemdir. İlkin müəllimə də soruşacağım təbii ki. Burada əsas məsələ nədir? Burada direktorlar son vaxtlarda bizə kütləvi şikayət gəlir bundan bağlı ki, 9-cu sinifi bitirən şagirdlərdən balı 120, 130, 140 olanı bir növ təhsildən yayındırırlar. Bizim məktəbdə bu uşaq oxuya bilməz deyə bir şərt qoyur valideynin qarşısına, amma bu bir məna olaraq yanlışdır. Hətta bir növ cinayət məsuliyyət daşıyır. Düşünün, uşağı tədrisdən yayındırmadır. Valideyn də fikirləşir ki, mənim uşağım 120 bal yığıbsa, direktor da belə deyirsə, demək ki, mənim uşağım heç nə bacara bilməz. Ona görə onlar ya kollecə, ya peşə məktəbinə yönləndirirlər. Bir növ dırnaq arasında da desə, aldadılmış olurlar. Məktəbdə təmizləmə işi görülür, belə dırnaq arası desək. Necə? Yəni, məktəbdən yaxşı uşaqlar saxlayın, 11-ci sinifdən məktəbin reytinqi əla qalsın. Buna görə kiminsə uşağın bada verirlər. Ona görə bu əməllərdən çəkinməlidir. Əslində bunu da başa düşmək olur. Yox, mən direktor başa düşəmirəm. Yəni, bir tələbə müəyyən qədər 120-130 bal yığıbsa, orada məktəbin də özün bir sual-cavab eləməlidir ki, mənim məktəbimdə niyə tələbə 130 bal yığır? Orası biraz sual işarəsi altında olur.